Yoldaşlar, sizlə bir şey bölüşmək istəyirəm. Deməli, bu Ziya Bünyadovun Aşıq Molla Üzümə küçəsinin kəsişməsində 7 saylı Asan xidmətin yanında Eko Rentakar var. Deməli, dostum bir neçə gün bundan qabaq yaxınlaşıb bura maşın götürməyə görə 3 günlük. Deyiblər ki, 150 manatdır. Deyib ki, bəs mən Xankəndiyə gedəcəm. Deyiblər ki, heç nə, 210 manat ümumi məbləğ. Verib 210 manatı götürüb maşını gedib Qubaya. Səhəri gün ailəsi ilə bir yerdə Xankəndiyə yola düşüb 110-luq yolda magistralda posta çatmağa az qalmış şirkət zəng eləyib. Götürə bilməyib telefonu. Hardasa 40 saniyə falan sonra maşına stop veriblər. Maşın qalıb yolun ortasında qəza şəraiti yaranıb. Zəng eləyib şirkətə ki, bəs maşına niyə stop vermisiniz? Deyirlər ki, sən bizə deməmişsin, niyə Qubaya gedmisən? Deyir ki, bəs gedmişəm də burada yəni nə var? Buna görə yəni stop verirlər maşına. Yəni qorxmursuz ki, qəza olar, nə bilim. Yəni bu maşına nəsə olsa kim cavab verəcək? Sən bizə əlavə pul verməsin, biz səni çıxartmırıq maşınımız stopdan. Bu əlacsızlıqdan dostum da deyib ki, çıxardım da problem yoxdur. Nəsə gedib Xankəndiyə qaydanda zəng edib deyib ki, mən 3 günlük götürmüşəm maşını. Bir gün tez verəcəm. O 70 manat da istəmirəm. Deyiblər ki, uşağa bizə yəni dəxli yoxdur. O 70 manat sən qabaqcadan vermirsən. Gəlib maşını qaytarmağa, deyiblər ki, Qubaya getməyə görə 100 manat pul verəcəksən sən bizə. Deyib ki, bəs verməsən nə olacaq? Arxayın gülə-gülə deyiblər ki, yəni o pul səndən çıxacaqdır, yəni o pulu sən verəcəksən. Yəni o narahat olmana görə adamı bildiyin təhdid eləyiblər. Təsəvvür edin dostlar, gəlin burada bir dənə kommentlər göstərəcəm sizə ki, nə yorumlar yazıblar da adamlar. Baxın. Worst experience ever. They cheat on us and get 1000 manat extra for nothing. Adamlar deyir ki, heç nə görə məndən deyir 1000 manat əlavə pul aldılar 2 günə. Təsəvvür edin, yəni hilə işlədiblər, nə bilim, yəni pulu verməsən polisə verəcəyik, nə bilim. Yəni bu adam deyir ki, bu yazıb ki, Allah will punish them inşallah. Deyir, Allah bunları vursun inşallah. Haram yeyirlər. Yəni təsəvvür edin, vəziyyət görün nə yerdədir. Biri də yazıb ki, burada ki, baxın, burada beni 400 manat dolandırırlar, olay polisdə. Yəni, niyə belə insafsızlıq, dərəbəyçilikdir, niyə, səbəb nədir ki?